Əbtər ərəb dilində yəni kəsilmiş anlamındadır. Bir insanı ki soyub, bitir, davam etməyəcək əbtər deyərmişlər. Və ərəblərdə bir kəsin oğlan övladı olmayanda onu da sonsuz adlandırırmışlar. Ona da əbtər deyirmişlər. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bilirsiniz, xanım Xədicə Kübradan 2 oğlan övladı olub, Peyğəmbər sağ ikən kiçik yaşlarında dünyalarını dəyişdilər. Hətta sonra Mədinədə də İbrahim adlı bir oğlu oldu. 1 il yaşadı, İbrahim də dünyasını dəyişdi. 3-cü ayə Kevsəri bizə izah eləyir. Nədə tənə tutdular Rasulullah? Tənə vurdular ki, sənin soyun davam eləməyəcək. Sənin soyun kəsiləcəkdir. Amma Allah bu tənənin müqabilində deyir ki, o sənə ki, o kəs ki tənə vurur, onun öz soyu quruyacaq, onun öz soyu kəsiləcək. Biz sənə Kevsər əta eləmişik. Buradan anlayırıq ki, Kevsər mənalarına biri Peyğəmbərin soyuna işarədir. Həzrət Rasulullahın soyu kimdən davam eləyib? Yalnız xanım Zəhra salamullahi aleyhadan davam eləyibdir. Allah Resulü'nün bir hədisdə buyurur ki, hər bir kəsin soyu, sülaləsi öz belindəndir. Mənim soyum, sülaləm Əli ibn Əbi Talib və Fatimədəndir. Aleyhisselam. Uca məqamlarına bir salavat zikr eləyək. Salli ala Muhammed və ali Muhammed. Xanım Zəhra salamullahi aleyha sonsuz xeyirdir, sonsuz bir bərəkətdir. Və buna ən böyük dəlil də nədir? İmamətin anasıdır. Nübüvvətdən gələn o nuraniyyət xanım Zəhra və Əli əleyhissalamla birləşərək, vilayətlə birləşərək imamətin davamıdır. İmamət bərəkəti xanım Zəhra salamullahi aleyhadandır. Ən böyük çoxlu xeyr məhz elə budur. Ki, axirətdə hələ bunun xeyrini, bunun şəfaət məqamlarını biz inşallah görəcəyik.